Hər kəsə salam. Sonunda həmin o gün gəldi çatdı. Əvəz və Osman qarşılaşması. Hal-hazırda onlar öz razdıvalkalarındadılar, əyinlərini dəyişirlər. Gəlin birinci bu razdıvalkaya yaxınlaşaq, görək burada proses necə gedir. Burada kim var? Salam aleykum. Necəsən Osman? Yaxşıyam, sağ olun. Siz necəsiniz? Yaxşıyam. Özünü necə hiss edirsən? Çox əla, qəşəng. Yəni hazırsan döyüşə? 100%. Yəni bunu demək istəyirəm ki, əvəz Rusiyası ilə gəldi, sizin qələbənizə baxmağa. Bu günlər gəlib ki, mənim qələbəmə baxmağa. Afərin. Əslində gəlib baxma yox, döyüşməyə gəlib, döyülməyə gəlib deyə. Döyülməyə gəlib. Əvəz, eşit ha, bu sözləri. Burada nə demək istəyirsən? Oturub özünüzə baxarsınız, bir-birinizə atmaca da ata bilərsən, nə bilim. Qısaca bir atmaca ata bilərəm ki, bu otağın qabağına gör nə yazılıb, bu otağın qabağına gör nə yazılıb. Baxsan elə bəs eləyir. O otağın qabağına yazılıb ki, qızların toyu. Zəhmət olmaz. Ya onu indi mən özüm göndərmişəm də ora. İkimiz də eyni yerdə, eynimiz dəyişir. Aydındır. Əhval-ruhiyyə necədir Osman? Şükür, yerində qaydasında. Müəllim çox sağ olun. Həqiqətən bir ay geniş miqyaslı məşqlər keçdi. Üstümüzdə əziyyəti çoxdur. Öz əziyyətimiz də əsas odur. Yox, sizin maarifləndirmənizdə nə edəsəz deyə. Sağ ol. Yəni sizin sayənizdə yəni boksun incəklərini öyrəndim və bunu mən əvəzin üstündə tətbiq edəcəm. Afərin, bu yaxşı cavab idi. İndi sənə belə bir sual verim. Əvəzlə 3 raund 3 dəqiqədən döyüşəcəksiniz. Əvəzə qarşı səncə necə qalib gələ biləcəksən? Necə? Onun buraxdığı səhvlərdən istifadə edərək. Məsələn, onun üçün hər hansısa bir plan qurmusan, yoxsa? Bəli, qurmuşam. Deməsəm daha yaxşıdır. Onsuz da əvəz, onun görəsi deyil. Bu videoda yayımlanacaq YouTube-da sizin döyüşdən sonra. O zaten yəni boy avantajı və çəki avantajım olduğuna görə, yəni belə düşünürəm ki, o yalnız qarın tərəfdən vurub, yəni məni təngi nəfəs etməyə çalışacaq. O anlarda mən kənara çəkilib onu Bakavo ilə nokaut eləyəcəm. Bakavo ilə. Sizin çəki fərqimiz çoxdur. Çalışın bir-birinizi möhkəm vurmayın. Bilmirəm, mən bunu deyirəm, mən eşidəcəm, yoxsa eləyəcəksən? İlk başda eşidəcəyik, amma ondan sonra dostluq, qardaşlıq öz yerində, amma ringdə nə dostdur? Mənə bax, ona söhbət deyilsən. Gör nə deyirəm, mənə bax, qulaq asın. Döyüşdən sonraki prosesdən danışır mənə, ən maraqlı proses. Yəni, ən gözəl proses, qəşəng oturub yeyib içəcəyik, restoranda gözəl. O hesab gələndə əvəz o məvacibi ödəyəndə onu üzün görmək istəyirəm. Okey, problem yoxdur. Yaxşı uşaqlar, gedək görək əvəzin Osmana qarşı hissləri necədir və hazırlaşırıq. Osman, sənə uğurlar. Sağ ol. Tez hazırlaş Razminkaya. Gedək görək Osmanın yanından çıxdıq, daha doğrusu əvəzdə vəziyyət necədir? Asif, fırlan bir tərəfə. Buranı çək. Bunu gör. Salam aleykum. Necəsən çempion? Əla, super. Özünü necə hiss edirsən? Əla, super hiss edirəm. Hazırlaşırsan? Əlbəttə ki, həmişə hazırıq. Bir dəqiqə, o sənin sözlərinə qulaq asmaq istəyir. Qapını bir dənə bağla oradan. Aysa, qoy eşitməsin əvəzi. Əvəz, sənin haqqında Osman heç yaxşı sözlər demədi. Nə demək istəyirsən buradan Osmana? Buradan Osmana demək istəyirəm ki, bəlkə revanşda qardaşım, bugün sənin günün deyil. Revanşda? Ola bilər ki, uduzar. Ola bilər, yox, ola bilər biraz boş söhbətdir, uduzar. Uduzacaq, amma nokaut mu, xal hesabımı indi onu qərar verərik ringdə. İndi sənə bir şey deyəcəm. Osman öz texnikasından danışdı sənə qarşı ki, onu necə məğlub edəcəm. Sən nə deyə bilərsən bəs? Əslində elə onun ən böyük zəifliyi elə orada texnikasından danışdı. Heç bir, sadəcə çıxacaq, dərslərdə öyrəndiklərimizi göstərəcək. Maksimum çalışacaq ki, neyniyək? Texnikaya işləyək, sürətə işləyək. İndi çəki fərqimiz var, boy fərqimiz var arada. Əsas nə etmək lazım? Texnika və sürəti işləmək lazımdır. Düzdür, bu günlər ring on lehinədir, balacadır biraz ring, amma ev yoxdur. Amma əslində mən sənə deyərdim ki, ring sənin əleyhindədir. Nəyə görə? Uzun boylar həmişə balaca ringdə aktiv işləyə bilmirlər. Çünki uzun boy orada nə idi? Uzun boy daimi
qısa boyu həmişə məsafədə saxlamalıdır ki, ring böyük olanda o rahat şəkildə vursun, qaçsın, vursun, qaçsın. Mütləq bunu qısa tətbiq boylu edərik. isə daimi uzun boya klonlarla girib sıxıb işləməlidir. Çünki ring balacadır. Və bunu başa düşməlidir ki, boyu uzundursa və bu 2 nömrə işləyib məsafədə məni saxlayacaqsa, deməli mən ancaq bunu sıxmalıyam. Başa düşdün? Və sənə bir söz deyim ki, belə bir söz də işlətdi ki, Osman ki, ringdə qardaşdır, nə bratdır, canciyərdir, keçmir də, mənə dəxli yoxdur. Məşhur söz var, nə qardaş, Nə dostdur, o da onudur. nə dost, yəni. Bəli, biz həyatda qardaşıq öz yerində, çıxandan sonra da yenə də inşallah davam eləyir, amma ringdir. Belə deyək də, ringdə mərhəmət, çəkilən o boyda idmana, əziyyətə, xəyanətdir, düşünürəm. Ondan da bunu gözləmirəm. Bu söz mənim favori sözümdür, bilirsən. Mükəmməl. Yəni ondan da bunu gözləmirəm mərhəməti. Yəni ən azından təbii ki, bir-birimizi zədələməyəcək formada. Yaxşı olan qazansın. Təbii ki, biz dostuq, qardaşıq, amma yaxşı olan qazansın. Son bir sualım var sənə. Son bir sual. Döyüşdən sonra nə edəcək? Döyüşdən sonra mən düşünürəm ki, döyüşdən sonra döyüşçülərin söz demə hüququ artıq olmur. Artıq əziyyət çəkənlər sizlər, başda siz olmaqla yoldaşlar. Nə edəcəyimiz barədə artıq qərarı siz verirsiniz. Biz demişik ki, nə edirik? Döyüşdən sonra gedirik. Məhərrəm ayıdır, Ramazan ayıdır daha doğrusu üzr istəyirəm. Nə edirik? Sahura qədər otururuq, bir iftar eləyirik. Birincisi əsas məsələ budur. Xurma və su ilə döyüşəcəyik bu günləri. Amma inşallah ki, iftara gedirik. Oradan da indi inşallah baxarıq. Əyləncə qatacaq biraz günümüzə. Əvəz uğurlar. Hazırlaş, davay. Hə, cavanlar, 2 döyüşçüdən də biz salam aleykum. Nə desən? Sən də söhbətə girə bilərsən burada. Hər iki tərəfə olar arzulayıram. Hə, qoy biraz da hakimlərdən biri danışsın. Bu da bizim hakimimizdir. Buyur. Birincisi, hər kəs salamlayıram. Söz verirəm ki, ədalətli olmağa çalışacağıq əlimizdən gəldiyi qədəri ilə. Hər iki tərəfə uğurlar arzulayıram. Hər ikisi zaten dostumuz, qardaşımızdır öz yerində. Amma güclü olan qalib gəlsin. Güclü olan qalib gəlsin. Əla, uşaqlar. Birazdan növbəti kadrlara keçirik. Bam! Qabağa, arxaya, dizləri bükmədən. Biraz arxadan çəksən də rahat şəkildə görünsünlər. Canavarlarımız hal-hazırda razminka eləyirlər. Döyüşdən öncə razminka vacibdir. Çünki razminkasız döyüşə çıxmaq ən böyük səhvdir. Əzələ dartınması baş verə bilər. Getdik, dizlərimiz qabağa, açırıq. Bədənimiz dik, açırıq ayaqlarımızı. Dəyişə-dəyişə, bir dəfə sol ayaq, bir dəfə sağ ayaq. Yaman cırışma olacaq. Həvəslə gözləyirəm. Cırışma yox, cırışmadan sonraki yeyib içməyi. Fırqadan sonra geyinirlər əl. Hə, Osman, artıq az qalıb. Başlayırsan, cəld əlcəkləri də geyinirsən. Elə bunu sıx ki, açılmasın da orada düşməsin. Özünü yaxşı hiss eləyirsən. Bəli. Cəld əlcəkləri geyin tez. Elə taxlı da saxlaya bilərsən əslində. Qoy qalsın. Qalsın ki, hazır olsun qoy. Hə. Çıxıb bir dənə bunu düzəldin. Uşaqlarımız artıq əlcəklərini geyinirlər, cırışma başlayır. Siz hakimsiz, mən sizə izah eləyirəm qaydaları necə. Mən ring hakimi olduğuma görə mən döyüşdə olan xalları hesablaya bilməyəcəm. Diqqətlə qulaq asın. Sən orta hakimsən, ortada qalacaqsan. Sən sağda, sən də solda. Aydındır. Diqqətlə qulaq asın uşaqlar. Döyüşdə xalı necə hesablayacaq? Döyüşdə ancaq açıq gördüyünüz ki, zərbə dəyir, o xal olacaq. Hansı ki, rəqib durub blokda, mən, daha doğrusu, məsəl üçün Əvəz və yaxud da Osman, bir-birinin əlcəyinə, ya qarnına vuranda vur mənim qarnıma, bura vurur mənim əlimə dəyirsə, bunlar xal deyil. Xal hesablayacaq nələri? Dur, açıq, aydın gördüyünüz zərbələri xal hesablayacaqsınız. Hansı ki, vurdum, əlim dəyir onun qarnına. Vurdum, əlim dəyir sifətinə. Aydındır. Xal ancaq bunları hesablayacaq. Aydın oldu. Əlcəyə dəydi, nə bilim, dirsəyə dəydi, aşağı dəydi. Bunlar xal deyil. Aydın oldu hər kəsə. Əla. Mikrofon məndədir, onlar heç nə eşitmir. Diqqət, hər kəs qulaq asır. Bu andan etibarən heç kəs danışmır. Ancaq komandaları mən verəcəm. Diqqətlə qulaq asın. Əlinizdə telefon varsa, xalları orada qeyd eləyə bilərsiniz. Və yaxud da gör. Yenə deyirəm, təkrar, uşaqlar. Diqqətlə baxın, xalları hesablayın. Aydındır. Kim daha çox zərbə vurursa, üstünlüyü görürsünüzsə, hesablayın. Birinci raund bitəndən sonra, diqqətlə qulaq asın məni. Birinci raund bitdi, özünüzdə qeyd eləyirsiniz ki, birinci raundun üstünlüyü kimdədir?
Mən 3-cü raundun sonunda hər kəsə yaxınlaşacağam və soruşacağam ki, 3 raundun hesabatı nədir? Məsələn, deyəcəksən ki, 1 raund əvəz apardı, 2 raund Osman mənə görə, ya 2 raund belə-belə, aydındır. Daha çox burada mənə görə yox, çalışırsınız döyüşü diqqətlə izləyirsiniz. Aydın oldu hər kəsə. Yaxşı, uşaqlar. Yaxınlaşın. Əsas vaxt gəlib çatdı. Uşaqlar, hər kəs diqqətlə qulaq asır mənə. Başın arxasına vurmaq olmaz, arxanı çevirib getmək olmaz. Buradan aşağı vurmaq olmaz. Komandaları eşidin, diqqətlə qulaq asın. Özünüzü qoruyun, səliqəli döyüş göstərmək lazımdır. Aydındır. Heç kim başını aşağı salmır. Başını aşağı salan 1-3 dəfədən sonra artıq xalını çıxacam onu. Aydındır. Arxanı çevirmək olmaz. Diqqətlə qulaq asın. Bütün komandaları eşidin. Maksimum dərəcədə səliqəli işləməyə üstünlük verin. Aydındır. Görüşün. Hər öz küncünə. Uğurlar uşaqlar. Özünüzü qoyurun. Vaxtı hazırdır. Diqqət. Boks. Stop. Başını çevirmə. Aydındır? Başını çevirmə. Diqqət, boks. Stop. Başı qaldır. Aydındır? Çox başı aşağı əyib gəl. Hazır. Diqqət, boks. Sən vaxtı saxlamırsan da yəqin ki, stop. Yox, olmaz saxla. Boks. Etdik. Stop! Keç. Başı aşağı salmaq olmaz. Aydındır, başını qaldır. 2 xəbərdarlıq eləmişəm. 3-cü xəbərdarlıqda xalını çıxacam. Diqqət! Boks! Döyüşmək lazımdır. Stop! Döyüşmək lazımdır. Döyüşmək. Boks! Stop! Arxana çevirmək olmaz. Bir xal. Bir xal. Diqqət! Boks! Stop! Baş. Uçmaq lazımdır. Döyüşürük. Döyüşmək lazımdır. Stop! Yaxşısan, problem yoxdur. Başı aşağı əymə. Diqqət! Diqqət! Boks! Etdi! Boks! Döyüşmək lazımdır. Davay! Stop! Vaxtı. Hər öz üçüncünə. Vaxtı qoş 1 dəqiqə geçsin orada. Dincəlin, su verin. Uşaqlar, su verin. İçin. 1 dəqiqə tamamdır. Ay, sağ ol. Su verin uşaqlarımıza. Yaxşısan, dərindən nəfəs al.
Bırax. Bırax. Bir də. Bırax. Dərindən nəfəs al. Bırax. Bir də. Bir də. Diqqət. Hazırsınız uşaqlar. İkinci round. Time. Box. Stop. Tutub saxlamaq. Tutub saxlamaq olmaz. Səliqəli vuruşmaq lazımdır uşaqlar. Səliqəli döyüş göstərmək lazımdır. Diqqət. Box. İşləmək lazımdır. Stop. Tutma. Tutmaq olmaz. Başını aşağı əymə. Başını qaldır. Davay, hazır ol. Diqqət. Box. Stop! Yaxşısan? Keç üçüncə. Keç üçüncə. Diqqət! Bir xal çıxırıq əvəzdən. Başını aşağı saldığına görə. Hazır ol. Box. Box. Stop. Nə olur? Qaşqaşı əldi. Ay, sən döyüş də. Komanda verirəm də mən. Hazır ol. Box. Etdik. Stop! Vaxtdır. Əri öz ikincünə. Axırıncı round uşaqlar, axırıncı round. Hə, uşaqlar. Görürsünüz də. Əslində hər ikisi də məşq zamanı texnikaya düzgün şəkildə üstünlük verirlər. Amma ringə çıxanda sparring həqiqətən də hər bir idmançını dəyişir. Orada öyrəndiyin texnikanı ringdə inkişaf elətdirmək, daha doğrusu istifadə eləmək çox çətin bir şeydir. Bu da vərdişdən asılıdır. Bizim uşaqlarımız təbii ki, təzədir. Osman 1 aydır məşğuldur, Əvəz isə 3 aydır məşğuldur. Ona görə istər-istəməz vərdiş vermədiklərinə görə sparringdə işləmək, texnikalarında biraz problem var. Əslində biraz yox, daha çox problem var. Sadəcə bu normaldır. Qıraqdan izləyən hər kəsə aiddir bu. Əgər ki, siz də nəyə görə bunun olduğunu başa düşmək istəyirsinizsə, gəlin bir dəfə özünüzü ringdə sınayın, başa düşəcəksiniz ki, ringin atmosferi tamam başqadır. Qıraqdan baxmaqdır, fikir bildirməkdir. Bunlar çox rahat və asan bir şeylərdir. Amma döyüşmək üçün ürək lazımdır və nə lazımdır? Döyüşmək üçün nə lazımdır? Texnika. Vaxta baxırıq. Hazır ol, yaxınlaşırıq. Taxtı kapaları. Cəld. Yaxınlaş. Diqqətlə qulaq asın uşaqlar. Diqqətlə qulaq asın. Sonuncu raunddur. Sonuncu raund. Görüşün. Uzaqlaşın. Diqqət. Boks.
Stop! Başını arxasına vurmaq olmaz. Olmaz. Başı aşağı salma. Aydındır, əllər çənədə. Diqqət. Hazır ol. Boks. Sən sıx, mən komanda vermişəm. Stop! Break! Diqqət, boks! Stop. Döyüşmək lazımdır. Döyüşmək lazımdır. Diqqət. Boks. Stop, 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 stop. Ayrıl. Diqqət. Hazır. Boks. Ora. Yaxına gələn bir olsun. Allah sol sağ markdaşa göstər. Göstərmə. Əllər yuxarı göstər. Davay, göstərmə. 30 saniyə qaldı. Göstərmə. Sol, son zərbələr. Son giriş, son zərbələr. Girişlə. 10 saniyədə de. 10 saniye. Kansofka. Stop! Var öz güncünə əlcəklər, kaskaları çıxardım. Cəld. Üçüncü raundumuzda bitdi. Artıq hakimlərdən hesabı soruşmağın vaxtı gəldi. Girin ringə. Cəld. Keçin küncə. Qal küncündə. Gəl bura. Sən də gəl yanıma. Yaxınlaşın, bir də söhbət eləyək. Yaxınlaşın bura. Birinci raundun hesabı necə idi? Birinci raundun hesabına görə Osman. Diqqət, baxırıq xallara. Birinci raund. Bir dəqiqə, ümumi deyərsən. Gəlin belə hesablayaq. Birinci raund. Kimə verdin? Mən Osman. Sən? Osman. Sən? Daha həyəcanlı döyüşür. Maraqlı. Açıq. Orada qormur özü. İkinci raund. İkinci raund heç. Heç. Sən? Osman. Sən? İkinci raunda əvəz edirəm. Əvəz. Okey. Üçüncü raund. Üçüncü raund əvəz. Əvəz. Sən? Heç. Üçüncü raund olsun. Osman. Əvəzin bir dənə səhv oldu ki, yumruq atır qormur özü. Qalan boş 1, buraxır. 2, 3. Osman qaldı. Davay. Sağ ol, aşağı. Düşün aşağı. Deməli, ən sağlamlıqda heç. Revanşa saxlayıram. Gəldik bura. Sən keç ortaya, ortadan çək. Diqqət uşaqlar. Əslində mən belə deyərdim ki, sizin döyüşünüzü bəyənmədim, reallıq olaraq. Nəyə görə bəyənmədim? Ona görə ki, çox səliqəsiz və texnikasız olduğunuzu burada göstərmədiniz. O mənə qane eləmədi. Ola bilər bu indi təbii ki, yoldaşlıq görüşüdür, bu özümüz üçündür. Sadəcə olaraq özümüz üçün belə olsa, mən həqiqətdə deməliyəm ki, öz səhvləriniz üstündə işləyəsiniz. Aydındır uşaqlar. Bəli, Və
3 hakimin qərarı ilə birinci raund Osman, 3 hakimin 3 seçimi də Osman. İkinci raund 1, 2 Heçiçə, 1 Osman. Üçüncü raund 1 Əvəz, 1 Osman və 1 Heçiçə. Bu o deməkdir ki, ümumi olaraq döyüşün qalibi Osman. Yox, Görüşürük. yox, bu günün qalibi dostluq, qardaşlıq qazansın. Əvəz mənim qardaşımdır. Bu gün ya mən ya Əvəz qazanmağı fərq eləmir. Bu günlər əsas dostluq, qardaşlıq qazandı və məni idmana qaytardı təzədən. Bravo uşaqlar, təbrik edirəm. Artıq döyüş baş tutdu. Yəni mən konkretni reallıqları sizə qarşı deyəcəm ki, bunu hər biriniz biləsiniz. Zaten evdə, YouTube-da izləyəndə də görəcəksiniz ki, səhvləriniz həddindən artıq çoxdur. Hətta mən deyərdim ki, Əvəz, konkretlə küçə döyüşü göstərdiniz orada. Yəni buna heç kim boks deyə bilməz. Bu boks deyildi qətiyyən. Çünki boksun əsas hamısını olmasa da, indi sən 1 ayda məşğulsan, sən isə 3 ayda məşğulsan. 1 ay ərzində maksimum sən öyrənə biləcəklərini öyrənmişdin. Amma onların heç birini tətbiq eləmədin. Sən isə Osmana baxanda, Osmandan 3 ay daha çoxdur gəlirsən boksa, hətta ikiniz də fərdi məşğul olursunuz. 3 ayda öyrəndiyin heç birini demək olar ki, tətbiq eləmədin. Nəyə görə? Bax, sənə sualım budur ki, biz hər məşq, heç vaxt məşq buraxmamısan, disiplinli qaydada məşq eləmisən, lapamız yerində, məşqimiz, texnikamız yerində, heç vaxt deyərdim ki, pauza verməmsən məşqlərə. Amma göstərdiyin boks, yəni boks deyildi. Göstərdiyin küçə döyüşüydü, nəyə görə? Belə deyəndə, ilk olaraq o məşqdən təbii ki də sparring məşqdən fərqli olur. Adətən rəqibi belə deyim, nəzərə alırsan, gözləyirsən. Plus nəzərə alaq ki, bu rəqibin avantajlı tərəfləri və s. bu kimi şeyləri nəzərə alaraq və bir də yorğunluq və s. bu özün göstərir. Təbii ki, daha yaxşı üzərində işləmək, vərdişlər yaratmaq və növbəti inşallah döyüşlərdə, sparringlərdə daha yaxşı nəticə göstərməyə çalışacağam. Amma mən sənin dediklərinin heç birində, yəni deyərdim ki, sənə haqq qazandırmıram. Ona görə ki, sən ümumiyyətlə boksa aid heç bir şey göstərmədin orada. Yəni texnika cəhətdən sıfırın altında. Yəni buna mən boks demirəm, buna mən küçə döyüşü deyirəm. Mən də ona görə sənə deyirəm ki, sən o qədər texniki məşqlər eləmişik, amma ki göstərdiyin boks, yəni boksun bu hərfi deyil. Mən uşaqlar ikinizi də xətrini çox istəyirəm. Bunu siz ikiniz də bilirsiniz və mən əminəm ki, siz mənim sözlərimi səmimi qəbul edirsiniz və bunu bilməlisiniz ki, səhvini deməyən məşqçi deyil. Məşqçi yalandan pul alım, cibimə qoyum, tərifliyim, amma heç nə dəyişiklik olmasın demək deyil. Məşqçilik o deməkdir ki, birinci növbədə siz məndən yaşda böyüksünüz, mənim 26 yaşım var, sizin 30 yaşınız var. Düzdür? Yeri gələndə mən sizdən kiçiyəm. Amma biz məşq zamanı, məşqçi tələbə, qıraqda isə qardaş kimiyik. Düzdür? Yəni bizim bir yerdə oturub çörəkdə kəsmişik, nə bilim, başqa ölkədə də səfərimiz olub. Bu, yəni çörək kəsməklə səfərə aid deyil ha, bu məşqçilik tələbə. Məşqçilik tələbə, mən halal pulumu qazanmalıyam, düzdür? Sən də əziyyət çəkirsən, o pulu verirsən. Mən də onu səndən tələb eləməliyəm ki, sən pul verirsən, əziyyət çəkirsən, düzdür? Və pulu qoyuruq qırağa, mənim də sənin üzərində əziyyətim var, düzdürmü? Amma sən bugün mənim üçün əziyyəti yerə vurmuş kimi oldun. Nəyə görə? Çünki axı biz gecə-gündüz məşq edirik, düzdürmü? Tətbiq edirik. Amma mən onu səndə sparring zamanı görmədim. Mən sənə haqq verərəm harda? Sənin sparring vərdişin yoxdur. Nəyə görə? Çünki sənə para mən adətən arada bir gətirib verirəm ki, düzdür, fərdidə çünki daha çox texnikaya önəm verilir. Aydındır? Amma yenə də bu heç əsaslandırmıram ki, sən yox, buna nisbətən zəif döyüşməlisən. Yox. Bunu biləsən ki, mən sənin bir dəqiqə qayıdacağam. Mən sənin sparringini bəyənmədim. Yəni bu boks deyil. Dediklərindən nəticə çıxartdın əvəz. Əlbəttə ki, belə deyək, indi irəli baxmaq lazımdır. Təbii ki, ilişib bir yerdə qalmaq yox. Növbəti məşqlərdə toparlanıb, inşallah növbəti sparringlərdə sizi razı salmaq da belə deyək, maksimum.
İnşallah. Buyur Osman. İndi sənə sual verməmişdən qabaq səninlə bağlı biraz danışmaq istəyirəm. Mən deyərdim ki, bir aydır boksla məşğulsan. Bu da sənə heç nəyə haqq qazandırmır. Nəyə görə? Çünki sənin boks keçmişin var. Aramızda çox ciddi çəki fərqi var. Amma mən buna razılıq verdim. Nəyə görə? Bunu da əsasən. Ona görə ki, sənin boks təcrübən var. Çoxsu deyə bilərdi ki, necə olur? O 3 aydır məşğuldur, bu 1 aydır məşğuldur. Əvəz hardasa sparring işləyib, amma sən işləməmsən. Yenə də bu heç nəyi dəyişmir. Nəyə görə? Çünki onlar bilmir. Mən bilirəm ki, sən əvvəl keçmişin olub karate ilə bağlı və yarışlarda da iştirak eləmisən. Ona görə sən ən azından zərbə görmüsən. Düzdürmü? Və mənim bu sparingə icazə verməyim də ona görə idi ki, ikinizi də tanıyıram, ikinizə də bələdəm, zaten hər şey də göz önündə idi. Amma mənim sənlə işlədiyim texniki məşqdən səndən belə onun ən azı birini görmədim. Müəllim, bəhanələrin arxasında gizlənməyin mənası yoxdur. Tənqid vazımlı şeydir, tənqid dostlar üçündür. İndi bundan sonrakı məşqlərdə daha güclü məşqlər eləyəcəyik, daha çox sparinglərdə fokuslanacağıq. Belə bir şey var, Roberto Baggio'nun bir sözü var, keçmişin səhvləri gələcəyin təcrübəsidir. Biz bu təcrübəni daha da artırıb, daha da yaxşı sparinglə iştirak edək. Hətta siz bizə, mən təzə gələn vaxtı dediniz ki, 1 ay qənaət deyil. Ən azı 2 ay, 3 ay sparing üstə çalışsaq, siz çox gözəl məşqlər eləyə bilərsiniz. Amma 1 ay, yəni ki, bəli, az idi. Ümid edirəm daha da yaxşı məşqlər edib, daha da professionallaşacağıq sizin sayənizdə. İnşallah uşaqlar. Yenə də mən sizi bir şey üçün təbrik eləyirəm ki, siz kişi xarakteri göstərdiniz. Bu boks özünüz də ringdə hiss elədiniz ki, nə küçə döyüşünə, nə də digər mövzulara bənzəmir. Ringdə tamamilə atmosfer başqadır. İndi videonu izləyənlər var, döyüşü izləyənlər var. Ola bilər biz mənfi kommentlərə də, yaxşı kommentlərə də açığıq. Nəyə görə? İzləyici izləyicidir. O ümumiyyətlə bu atmosferi bilmir, görmür. Qıraqdan izləmək çox rahatdır, asandır. Ta ki ringə girənə kimi. Ringə girib döyüşməyən heç vaxt sizin hansı hisslər keçirdiyinizi bilə bilməz. Bu mümkünatı yoxdur. Ona görə də izləyicilərə buradan səslənirəm ki, biz mənfi və müsbət rəylərə açığıq. Amma müsbət rəylərə görə təşəkkür edirik. Mənfilər isə həqiqətən də bizim üçün maraqlı deyil. Nəyə görə maraqlı deyil? Çünki mən əminəm ki, mənfi rəylər daha çox bu atmosferi görməyənlərdən gələcək. Bu atmosferi görənlər heç vaxt mənfi rəy yaza bilməz. Ona görə ki, idmançıdırlar. Hansı hissləri keçirirsiniz bilirlər və idmançıya hər zaman dəstək olub olacaqdır. O ki, mənfi rəy yazan şəxslər ki var, lap idmanla məşğul olub mənfi rəy yazanlar. Onlara idmançı deyə bilməliyik. Nəyə görə? Çünki onlar sizin kimi xarakter göstərib idmanda qala bilməyənlərdir. İdmanda qala bilənə idmançı deyirlər. Aydındır? Heç kim bacarmadığı şeylərə görə istəməz ki, başqası onu bacarsın. Uşaqlar, videomuzun davamı gəlir. Artıq bundan sonra biz əyləncə və qonaqlıq videosu paylaşacağıq. Çünki bizim sözümüz var idi ki, döyüşdən sonra normalni bir yerdə kollektiv şəkildə mehriban vaxt keçirəcək. Uşaqlar, video qarşısında görüşün, hər kəs bilsin. Ay sağ ol. Zaten siz qardaşsınız, dostsuz. Yəni bu döyüş artıq zaldan çıxırıq və yaddan çıxır gedir. Bir şey deyim, siz buradaydınız. Şeydən qabaq zəng gəldi ki, mama zəng elədi, xətrini çox istəyir, bildirdi ki, bəs elə mənim balam udsun. Uddu. Buradan səslənəm uddu. İkisi də Ağustos xalanın balası, əllərindən öpürük. Allah bütün valideynlərə uzun ömür, can sağlığı versin. Allah dünyadan köçənlərə də rəhmət eləsin. Və mən bayaq bir dənə şey eşitdim ki, ləzzət elədi. Sən dedin ki, uduzan evlənir. Düzdür? O lap bombaydı. Görək indi. Əvəz evlənmək istəyir. Davay uşaqlar, getdik. Əvəz, gəldik, çatdıq əsas məsələyə. Osman? Novruz? Novruz, bu arada birinci raundu Osman'a vermişdin. İkinci raundu heç-heçə
İkinci raunda əvəzə verdi. İkinci raundu vermişsən. Üçüncü raunda heç. Üçüncü raundu heç-heçə. Onda belə çıxır ki, hərəsinə bir raund vermisən. Gedir Osman. Qələbədən sonra. Normalni. Ağzı bas görün. Getmir, aparır. Evet, nə fikirləşsən? Qabı bomboşdur gözü. Mən içinə düşməyim. Səhərə yemişsən. Kabab gözləyir. Asif nə fikirləşsən? Asif yenə burdadır. Gözləyirəm ki, növbəti səfəri sarılasın. Növbəti səfərimiz Dubay, ya da ki Antalya. Hə, Yusif, mən döyüş zamanı, daha doğrusu döyüşdən sonra xallara baxdım. Sənin daha çox səsin Osmana idi. Nəyə görə? Birinci raundla bağlı idi bu dediyim çox üstünlük görünməsi. Belə deyək də, digər hakimlər də yəqin ki, mənim fikrimə qatılarlar. Birinci raundda Osmanın üstünlüyü belə deyək, bəlli şəkildə görünürdü. Hətta səhv xatırlamıramsa, əvəzin bir cəriməsi də var idi bu oyun nəydiyinə görə. O da onu belə deyək də minus sayıla bilər. Birinci raund, hə, buna görə Osmanın üstünlüyü var idi. İkinci raundda belə deyim, Osmanın biraz yorulması buna təsir elədi. Öz belə deyim də birinci raunddakı aktivliyini qoruyub saxlaya bilmədi. Təbii ki, hər iki boksçu yorulmuşdu, amma Osmanın çəki etibarı və belə deyim də fiziki hazırlıq nöqteyi nəzərdən ola bilər. Yorulması daha aşkar idi. Əvəz belə deyim, ikinci raundda bu yorulmadan biraz istifadə eləyə bildi. Ona görə hardasa o raund biraz belində bərabər keçmiş saylar. Üçüncü raundda Osman çox yorulmuşdu. Bizdə dəqiqə səhv eləmirəmsə Osmanın cəriməsi oldu. Əvəzində nisbi biraz üstünlüyü var idi. Ona görə də elə mən hamısını qeyd eləmişdim də, belə deyim, qeyd elədiyim xallar əsasında nəticəni də açıqladım. Bəs yaxşı, səncə Osmanın dəqiq zərbələri daha çox hardaydı? Dəqiq zərbə, belə deyim də, əsas Osmanın özünün birinci raundda göstərdi. Elə əsas dəqiq zərbələri və güclü belə deyim də zərbələrdə elə birinci raunda təsadüf etdi. Həm say etibarı ilə də belə deyək, say etibarı ilə də orada daha çox idi, nəinki şeydə. Digər raundlara baxanda. Digər raundlarda çox az idi, yəni birinci raundla müqayisə edəndə. Səncə bəs texnikasında nə problemlər var idi Osman? Texnikası belə deyim də, sizin fikrinizə daha çox qatılırıq təbii ki. İndi biz boksa biraz yad insanlarıq. Amma texniki olaraq belə deyək də, çox biraz fasilələr olduğuna görə, fasilələr oldu belə deyə aralarında. Çünki siz başlama ilə bağlı işarələr eləyəndə və yaxud da belə deyim də komandalar verəndə bunlar biraz məsafəli davrandılar. Fasilə verdilər, döyüşmürdülər, dincəlirdilər. Döyüşmürdülər. Sonra əvəzin belə deyək də, başına çalsam Osman'dakı düzdür, onun çox müdafiə olmağa ehtiyacı yox idi. Qolunun uzunluğu, bədənin hündürlüyü çox kömək olurdu. Mən keçəndən sonra belə deyək. Düzdür, hücuma Osman çox keçmirdi. Bunu da vurğulayaq. Osman adətən öz ox ətrafında fırlanırdı. Gözləyirdi ki, əvəz gəlsin. Əvəzində hə, müdafiə olunmaması da minus eləyə bilər. Birinci qəşəng, məsələn, hücuma keçirdi. Bir də kebabı çək. Kebabla belə. Çək. Əvəz gəlsin deyə kebab gəldi düz. Hücuma keçməsi falan, birinci zərbə, ikinci zərbə qəşəng idi, amma sonra müdafiə olunmurdu və geri tez çəkilmirdi. Bundan istifadə edərək Osman zərbələri endirə bilirdi. Çünki onun qol uzunluğundan belə deyim də buna şərait yaradırdı qolun uzun olması. Başa düşdüm. Mən döyüşdən sonra siz bura gələndə, biz orada qalanda Osmanla əvəzlə şəxsi söhbət elədim və onların ikisinə də bildirdim ki, əslində 3 ay müddətli əvəz məşğul olur, 1 ayda da Osman məşğul olur. Amma deyərdim ki, onların göstərdiyi döyüş boksdan kənar idi. Əsl küçə döyüşü idi. Hətta küçədə bəlkə də bunlardan daha səliqəli döyüşürdülər. Səliqəli olun. Küçə döyüşüdür. Mən nəyə sual vermək istəyirəm sənə? Səncə 3 ay müddət məşğul olan idmançı və yaxud da ən azından 1 ay məşğul olan idmançı elə performans göstərməlidir? Sənin gözlədiyin o idi, yoxsa daha çox gözlədin? 1 aydan düzdür. 1 aylıq nəticədən elə də böyük bir şey gözləməzdim, amma 3 aydan biraz səliqəli gözləyərdim. Amma nəticə olaraq biraz doğrultmadı. O da mən düşünürəm ki, əvəzin dediyinə görə Ramazan olduğu üçün biraz yorğunluq. Amma belə bir şey danışaq ki, Ramazanda oruc olsam belə, sənin texnikanın pozulmağı, ac və yaxud da yorğun olmaqla əsas gətirmir. Texnikan varsa, o texnika səndə yaddaşdır. Aydındır. Yorulmaq normaldır. Mən ola bilər ki, hə, yorulub, problem yoxdur, yorula bilərsən. Amma texnikan əgər sənin pozulursa, artıq deməli bu nə demək olur səncə? Artıq qeyri-peşəkarlığa gətirib çıxarır.
belə bir. Artıq bunlar ikisi də mənə söz verdi ki, növbəti sparringlərdə hər şey yaxşı olacaq. Başqa burada nəsə demək istəyirsən bunlara? Bu arada bunların birinci belə deyim də sınağını da görmüşdüm. Orada da siz çox vurğuladınız. Osman hətta təpi vurmaq da yadımdadır ki, təpi ilə yox da. Təpi ilə Zadnacı karateyə yadına salmışdı. Yo, bu səfər Buradan nə demək istəyirsən Əvəz və Osmana yekun olaraq? birinci olaraq hər ikisinə təşəkkür edirəm. Belə deyim də, fərqli an yaşatdılar bizə, sağ olsunlar. Həm bir yerə yığışmağımıza vəsilə oldular, həm də çox belə deyim günümüz maraqlı keçdi. Hər zaman belə deyim daha güclü, qüvvətli olsunlar. Belə gözəl günlərdə belə deyim yığışmamıza səbəb olsunlar. Uşaq vaxtı, ərgən vaxtı uşaqların üçün pis günümüz belə keçsin. Heç nə. Son söz olaraq Son söz olaraq hər kəsə təşəkkür edirəm. Başda siz olmaq şərti ilə. Təbii ki, bizi belə deyim də bir araya yığılmasına əsas başlıca səbəb sizsiniz. Çox sağ olun. Sonra da bu hər iki qardaşa da təşəkkür edirəm. Təbii ki, dostluq yoldaşı onsuz da inşallah bu dostluğumuz, münasibətimiz hər zaman daha da belə irəliyə getsin. Həm fərqli məcralarda da olsaq belə hər zaman birlikdə, bərabərlikdə olaq. minnətdaram. Çox sağ ol Yusif. Növbəti videolarda sizdən götürəcəm müsahibəni. Nuş olsun uşaqlar. Sən deyirsən mənə zərbə tutdu. O Əvəzin hansı zərbəsi tutmuşdu sənə? Bir dənə vurdu, bir dənəsi qəşəng tutdu. Öz-özümə gözüm qaraldı. Yaxşı ki, o bir dənə bu əvvəlki məşqimizdə var, bizə keçdizə belə barmaqla fırlanma. Yəni ki, o mənə effekt oldu, özümü yığa bildim. Öz-özümə deyirəm, ikinci raunddur. Hələ o fikirləşirəm də, deyirəm ki, indi bara, indi mənə bundan ikindən dəyəcək, aşacam. Amma məsafə həqiqətən də boy üstünlüyüm var ki, siz demişdiniz də, Məlkə, məsafədə saxla sənsən, sənindir. Düz deyə o, sizin dediyiniz kimi olmadı, vurdum, tak vurarsa, yox, mən də bu şey gördüm, gəlir. Saxlayın. Daha, yox, həqiqətən saxlayır. Arada tutmalı, bir-iki yerdə fikir verirəm ki, belə elədi, biliyorum, atdan çıxdım, diyorum, buradan çıxmayabilir. Nəsə gəlir. Osman söhbəti. Üçüncü əl söhbəti. Həqiqətən riski çıxdım, onu da biraz məşq eləmişdim, altdan vurum, gördüm yox. Əslində sən altdan aprikot keçdin ona bir neçə dəfə. Hə. Sadəcə Əvəzin səhvi oldu ki, Əvəz, səndən gözləmədiyim ən pis potensial o idi ki, səndə başın aşağı döyüşürsən. Sən başını aşağı salmağına səbəb nə idi, o mənə çatmadı. Necə Osman yerdə? Elə bil ki, boğulur ya adam belə Ay sağ ol da, konkret ne bu? Nəyə görə idi ya? Axırıncı dəfə Əvəz döyüşü mən aparmışdım, hakimlər hakimlər məşhur söhbətdir. Ya doğrudan başımı aşağı niyə salırdınız? Özündən bir ixtiyar oldu. Əslində mən düşünürəm, ola bilər. Yəni normalda belə deyim də, klon rokla keçməyə çalışıram. Prosta sonradan fərqinə vardım ki, baş aşağıya gedir. Vərdiş yoxdur bəlkə də. Sənə aprikotlar dəydi. Dəymədi. Heç biri. On aplikotlar mənə dəysəydi, mən siz indi buradaydım. Yəni aplikotlar dəymədi, amma o Bir neçə dəfə üstünə deyirsən, altdan dəydi. fırlandı, kaska fırlandı. yox, kaska falan o zərbə bilsən də. Qıraqdan güclü zərbə kimi görsən bilər, amma Sənə sürtür. Ya hansı harda bərk udar bəlkə dəyir? yəni ciddi deyirəm, bəlkə udar olmaz. Yəni niyə ola bilər güclü zərbə atmısan. Dəqiqliyi, yəni güclü zərbə təkcə kifayət eləmir də, dəqiqliyi. Həyəcandan hiss eləmir. Həyəcan söhbəti deyil. Gəl görüm bir dənə bura, amma ən azından bu olur. Bildiyin necə? Məsələ odur. Əvvəlki Və sparring yaxud da oldu. deyirsən, var sənə məsəl üçün dəydi tutaq ki də. Dəqiq zərbə olanda sən həyəcan zət baxmırsan. Sənə yəni çiməndən sonra və yaxud nə vaxtsa şey olur da, bir qızarır, ya şey olur. Məsələ o deyil. Sübutlarını sən Fizik olaraq çox güclüdür. Yox, onu zarafat deyil. Fizik olaraq güclüdür. Bunu etiraf edir. Yəni danmağa ehtiyac yoxdur da. Amma zərbə dəqiqliyi, hə, qıraqdan görünə bilər. Kaskaya dəydi. Kaska fırlandısa, deməli bu dəqiq zərbə deyil. Yəni təcrübə var da, düzdürmü? Yəni kaska normalda dəqiq zərbə nə edir? Kaska 30-dur sən gedirsən də. Amma həqiqətən fiziki olaraq çox güclüdür. Biz evdə də bu arada boğuşuq eləyirik. O fiziki üstünlüyü hiss edirəm. Heç nə, uşaqlar, bowlingdə görüşərik. Asif, hara gedirik qaqa? Biz istəyən yerə. Biz istəyən yer cəmaət pis başa düşər. Hara gedirik Novruz? əyləncəyə. Əyləncəyə gedirik bowlingə. Gəldik bowlingə, dediyimiz kimi əyləncəmiz, macəramız davam eləyir. Hal-hazırda Əvəz
Bowlinglə bağlı bir-iki sual vermək istəyirəm sənə. Bowling nə deməkdir, heç bilirsən? Hərfi tərcüməsini Mikrofona danış. Hərfi tərcüməsini bilmirəm. Əlivi belə tut danış ki, səsin pozulmasın. Bowlingin belə deyək də hərfi tərcüməsini bilmirəm, amma belə əyləncə oyunu olduğunu bilirəm. Oynamısan bəs? Oynamışam elə həvəskar olaraq onunla da məşğul. Onunla da məşğulsan. Axırıncı səfərdə Yusif udmuşdu məni. Yusif? İndi özü burada yoxdur. Məsələn, sən qələbən var ümumiyyətlə. Mən belə baxıram, həyatda ən böyük qələbəm sizləri tapmaq olub. Aprəm, bu bəyəndim, bu bəyəndim. Ya müəllim, burada da yenə Dayan da, mikrofon səndə deyil, gözlə daha aşağı. Burada yenə də iddialıyam. Yəni əvəz, burada da mənim zəifimsən. Mən səni yenə udacam bu Bəli. oyunda. Doğrudur. Nəsə demək istəyirsə de, mikrofon səndədir. Heç bir şey demirəm. Oyun göstərəcək. Oyunçu aparsın. Oyun aparsın deyir. Nəsə demək istəyirsən əvəz? Heç bir şey, oyunçu aparsın deyir. Zaten nə edeyim? Tavuk oynatmışam, yenə udum. Onda ya prinsip zad olmasın lazım. Bizə yaraşır qələbə, Bakıya alov Ay, sağ güllələri ol, və hə. qız qalası. Biz əylənməyə gəlmişik. Bəli. Əyləncəmiz də davam eləyir. Ümid eləyirəm ki, maraqlı keçəcək oyunumuz. Uşaqlar hələ yoldadır. Onları gözləyirik gəlsinlər. Ona kimi çay süfrəsi. Təbii ki, burada demişdik ki, döyüş günü fasiləsiz şəkildə döyüşdən sonra əylənəcəyik və həmin o əyləncə davam eləyir. Telefon arxasında hal-hazırda Novruzdur. Novruzu buradan salam. Novrazı. Baş hakimimiz. Baş hakimimiz Novruz idi bu arada. Novruzu salamlayırıq. Əslində mən udmuşdum, Novruz uduzdurdu məni. Sənə deyim ha, Novruz cəmi sənə 3 raunddan bir dənə xal verdi ha, əvəz. 3 raundun cəmi birini sənə verdi. Yaxşı Novruz, görüşərik 6-cı. 6-cı Novruzla əvəzin sparringini gözləyir. Orada dudurlar da. Orada da görüşərik. Novruz, iş başındasan. Süzürsən çaydan. Kutkan var, kutkanın cibində. Əli, qardaşın niyə uduzdu Əli? Müəllim onun qardaşı udur. Müəllim belə döyüşlər tez təşkil. Yeyib içmək. Hə, əvəz, mənim adım ücret çıxıb orada. Məndən sonra kim yazılıb orada, görən var? Əvəz, sənsən. Mən gedirəm vururum. Sadəcə neçəsini aşırdaram burada. Neçədən top olur orada? Nə bilim, ümumi saysaq bilmirəm də. Bəs gedək vuraq. Okey. Ay səni, biri qaldı. Ay səni, tuzlanmadım. Əvəz, get. Bir də əvəz də çək. Əvəz, gəl bura. Danışa işləyərsən. Gedək. Necə atılmaz? Bowling necə oynanılmır? Belə oynamırlar. Belə oynamırlar. Necə oynanılır qardaşımız göstərəcək. Çempion. Bu necə yapışdırır var? Yəni zəhmət olmasa yapışdırsan. Bilmirəm. Güclü oynayan deyiləm. Vaxtı ikən yaxşı oynamışıq. Məncə pis deyil. Hələlik. Hə, ona görə də deyirəm ki, sən
birinci raundda yaxşı başlamış. O ki əyilib qarnına vurduna. Orada mən dedim yəqin ki, sən tema tutmusan, boyu uzundur deyə rahat şəkildə planlamısan ki, qarın baş işləyəcəm də, qarından başlayacam. Bilirsiniz necədir yəni? Ümumiyyətlə döyüş təcrübədir. Yəni ring təcrübədir də. Bu heç kim bunu inkar edə bilməz də. Bu günə qədər mənim apardığım bütün sparringlərdə biz necə eləyirik? Məşq eləyə bilərik. Teoriya hər şey super. Amma ki, mənim bu günə qədər olan sparringlərimdə boy və kütlə avantajı məndə olub. Biz Novruzla aramızda 10 kilo kütlə fərqi var. Hardasa bir çəki fərqi var. 10 kilo çəki fərqi varsa bir ən azından bir 10-15 sm-da boy fərqi var. Mən həmişə 1-0 öndə başlamışam da sparringlərə. Ona görə bu vərdiş məndə yaranır. Texnikada vərdişdir axı. Bu günlər Osmanla işləyəndə də sizə əvvəldə yaxşı başladım. Bu belə oldu. Eyni taktika ilə girdim. Yerindəcə taktika dəyişə bilmədim. Çünki qabaqçıdan təcrübəm olmayıb. Baxıb özümdən böyük, ağır idmançı ilə. Nə baş verdi? Avtomatik olaraq eyni taktika ilə girdim, keçmir. Plus fiziki ki, məsələn qarına vururam, məsələn diafraqmanı tapa bilmirəm. Həqiqətən əsas zərbə yerləri var da, qaraciyər, diafraqma, qaraciyərə keçə bilmədim. Diafraqmanı tapa bilmirəm ki, kilidliyim. Çünki qarın var, yumruq gedir, dəyir, qayıdır. Vururam, özüm hiss edirəm ki, yumruğun gücü yoxdur. Gücü yoxdur, tutmur. Sonra Ümumiyyətlə sən hiss edirdin bu yumruğu? Qarın yumruqların heç birini hiss eləməyib. Sonra strateji dəyişikliyinə getdim. Yuxarıya doğru yumruq atmağa bir dənə çəniyyət at. Bir dənə çəniyyət tutdu. Onu davam elətdirməyə çalışdım. O bildim, onu tutanda bildim silkələdi. Amma davam elətdirməyə gördüm ki, getmir də. Boy yuxarı, gedirəm baskıya alır da. Və ən pisi də odur ki, sən zərbəni atanda əyilirdin. Bəli. O da sənin üçün. Çünki mən Novruzla işləyəndə əvvəlki sparringlər necə olur? Tak əyil aşağıya. Fizikası mənə imkan verir də bunu eləməyə. Amma Osmanın fiziologiyası buna mənə imkan vermədi deyə gördüm şeydir də, o deyil də, izah eləyə bilməm. Məsələn, orada qarşı setin getdi. Set getdi orada. Mən Novruzla əyiləndə üzbəüz dururam, maksimum diafraqmasına tuturam. Osmanla əyiləndə belə pisməsin, qurşaqdan aşağı düşürəm. Sözün əsl mənasında da, yəni maşallah. Vurardın, da ora vuram. Həqiqətən belə oldu. Zaten birinci test sparingimizdə də o şahid elədi, videoda da var, müəllim qurşaqdan aşağı vurur. Əslində o bilərəkdən olmur. Sparing vərdişdir. Novruzla əyilirəm, çəniyə düşür, ya diafraqmaya düşür. Osmanla əyilirəm, qurşaqdan aşağıya düşür. Bir dəfə, iki dəfə indi dostluq da, düşmən də deyilik ki, istər-istəməz psixoloji qəbul edirsən. Strategiya dəyişikliyin ikinci raundun mən ortalarında tutdum ki, yuxarı işləməliyəm. Onda da özüm də yorulmuşam. Gördüm gec. Və gec idi də. Mənim sıram. Sizin sıranızdır. Gedək ataq, gedək qaqaş, başlayaq inşallah. Hardan gəlmisiniz? Hardan gəlmisiniz? Danışma, mikrofon var. Burada topumuzu seçək bir daha. Məncə ağır top seçmək lazımdır ki, daha keyfiyyətli ata bilək. Zərbə bıraq deyəcəkdim, heç açıq. Oy! Ya, bu pisdir, bu tutmaz. Bu biabırçılıq. Eyb yox, növbəti daşla onu pakrivat eləmək olar hardasa. Sadəcə toplar əlimə yaxşı oturmur. Yəni sən mən elə gəlir. Hə, Asif. Nəysə. Məndə əmələ gəlmədi. Göstərək ki, top necə atılmır. Əvəz, göstər. Top necə atılmır. Ona görə. Yo, pis deyil də, əvəz. Hardasa getdi. Hardasa. İndidən atsa. Yaxşıdır. Ən azından gedər. Yenə Osman'a da çək. Osman, cabra. Mikrofon ver Osman'a. Altdan şeylə çıxar. Tax o Osman'a. Osman, yaxşı sözlər deyə ata bilərsən orada. Allah, mənə. Gör qaqan nağaracaq. Gör qaqan nağaracaq. Ay səni.
Hələ heç nə eləməmişsən Osman. Düzələcək. Не бойся, все будет хорошо иншалlah. Ay, sən əlin əylidir. Əvvəlcə nətər yumruq atmısan bəs sən? Göydədir bu yerdə. O yaxşı. Mən adımı göstərəcəkdim. Adım nəysə qalxdı ən yuxarı. Çünki məndə 75-dir, bunlar hələ 34-də zaten. Hələ zəifimdirlər bunlar. Tələbəm Novruza bowling dərsi də öyrədirəm. Çünki bu VIP tələbədir. Ona görə hər şey vardır. Menyuda hər şey var. Deməli, daş seçimi eləyirik. Daş seçimi edərkən barmağımızın rahat girənini tapırıq. Biraz mən lord dildə danışıram. Və yadında saxla, ən rahatı nədir? 2 barmaq burada və baş barmaq da burada. Bu 2 barmağımız isə bizə dəstək olur. Tut bunu görüm. Gəl. Ver mənə, izah edeyim sənə. Bunu burada atarkən, bax bu barmaq bizə dəstəkdir, düzdür? Ayağımızı qaldırmırıq, qətiyyən ayağımızı qaldırmırıq və çalışırıq maksimum, bax, yerlə tullamağa. Aydındır? Yəni yuxarıdan belə tullama aşağı və əlini bu vəziyyətdə gətir, bu vəziyyətdə gətirmə. Aydındır? İçərdən gətir. Bədəni elə bir ki, zərbə vuranda necə döndərirsən? Bax, bunda da o vəziyyətdə döndər. Hazırsan? Hədəf alanda haranı hədəf almalıyam? Necə? Hədəf alıramsa haranı hədəf almalıyam? Hədəf ancaq ortanı almalısan və oranı yox, buradan ortanı almalısan. Bax o xəttdən. Ay sağ ol. Hə, uşaqlar, yoxlayırıq. Görək, tələbəmiz burada uğurlu olurmu? Aha. Aha. Bravo. Təbrik edirəm, bu əladır. Görürsünüz, danışmağa ehtiyac yox. Hələ ikinci var. İkinci şansımızda yoxlayırıq. Bunların hamısı aşmalıdır. Hazırsan? Gözlə. İndi bax, orada 2 dənə görürsən. Bu var, bu. Bax bu. Hətta deyərdim ki, bu belə. Bunların ikisinin birinin xətti ilə atmaq lazımdır. Aha. Yəni, mən başqa nə deyim? Təbrik edirəm. Təbrik edirəm. Burada da uğurlu oldu. Bowling dərslərinə qoşulmaq istəyənlər aşağıda nömrəmi var. Bowlingi bitirdik. Biraz azmışıq. Gecə saat 3-dür ya 4-dür ya. Gecə saat 3-dür. Axşam olmaq nədir? Biz Nərmovdayıq, gedirik tantuni itələməyə. Acıqmışıq, Acımışıq, acıqdıma gedirik. Basmısan? Hə, uşaqlar. Gecənin sonuna nə deyirsən? Basmışam, çıxıb basmışam. Hə, uşaqlar. Artıq gecəni bitiririk, amma bitirmədən öncə hal-hazırda gördüyünüz kimi Hakan abi tantuniləri hazır eləyir. Tantuniləri yeyib dağılışacaq. Və dağılışmadan öncə bunu demək istəyirəm ki, bu gün həqiqətən çox gözəl keçdi. Razısan? Bəli, çox mükəmməl, gözəl. Demək olar ki, son 1 ilin ən gözəl günlərindən biridir. Bəs səncə? Məncə də mükəmməl gündür. Sən nəsə yuxun var elə? Yorğunam. Yorğunsan, amma bu heç nə dəyişmir. Tantuni bizim bütün yorğunçuluğumuzu alacaq. Onsuz da Ramazandır. Burada nə yedik? İmsaka da bir dənə çay içdik, xurma ilə bəs edir. Az qalıb, hə? Nə qədər qalıb imsaka? Bir dənə saata baxaq görək. Saat hal-hazırda 02:42-dir. Hardasan? Elə evə də gedəndən sonra bir dənə çay içdik limonla. Hə, nə duzlu. Hə, yaxşı. Gəl bura da, ki olarsa video çəkirik orada. Yaxşı uşaqlar. Bu video, ümumi video bizim üçün tarix olaraq qaldı. Sizin də həyatınızda ümid eləyirəm ki, yaxşı anı olaraq qaldı və yaxşı xatirə olaraq qaldı. Düzdür? Uşaqlar, burada videomuzu yekunlaşdırırıq. Hər kəsə uğurlar. İnşallah növbəti rövanşda, Əvəz və Osmanın arasında olan rövanşda görüşərik. Sağ olun.